Evdən çıxır uzun yubqa ilə. Bir də görüm dərsdə oturub gəlib, burada şortu ilə oturub baxıram. Qızım, sən hara gəlmirsən? Bura plyaj deyil, Gülşən xanım, amma universitetdə dress kod yoxdur axı. Gəlin belə danışmayaq. Yenə də deyirəm, milliliyimizi itirməyək. Onun üçün dəniz plyajları var, diskotekalar, barlar var. Siz deyirsiniz, nə dress koddur? Mən bu əcnəbi sözlərə görə də allergiya tutur da məndə. Var, hə? Geyim qaydaları. Yaxşı, geyim qaydaları. O gəlir burada şortuda oturur. Otururlar belə yan-yana skameykada. Mən də başlayıram danışmağa. Yanında da, bax elə bir ki, bu oturub, yanında oğlan oturub, qız oturub, oğlan oturub. Banketkadır da, indi elə bir sinifdir. Mən də oturmuşam yuxarı başda. Başlayıram danışmağa ki, bu oğlan və bu oğlan oturan. Çönüb yavaş-yavaş, başı belə qalıb, o qızın ağ budlarına baxır. Günahkar oğlandır, yoxsa qız? İndi bir dəqiqə dayanın, baxır. Deyirəm, filan kəs, mən buradayam, mən danışırım. Hə, bəli, mən. Baxır, sonra yavaş-yavaş yenə gedir. Deməli, o, bugün bu dərsi öyrənmədi. Axırda qızı qaldırıram, deyirəm, get adam paltarında giyin. Bəli, qızlar da dilli olub. Necə yəni adam? Baxın, qarşıda dayanan pedaqoqun hansı yaşda olduğunu da nəzərə almır və cavab qaytarır. Hansı paltarda gəlmişəm ki? Deyirəm, sən dənizə, plaja gedən paltarda gəlmişsən. Bu uşaq başa düşmür. Mən onu ora cəlb eləyə bilmirəm. Onun cazibə qüvvəsi gəlir, gedir, çıxır, cazibə qüvvəsi sənin baldırlarındadır. Bura belə gəlməyin mənim dərsimə. Bunu da deyirəm. Ona da deyirəm ki, ay bala, bura baxmalısan da, ora baxmalı deyilsən. İndi cavan oğlandır da, 16-17 yaşı var da. O qızın da elə o qədər yaşı var. Qız düz giyinməyib. Qız düz giyinsə, niyə başqa qızlara baxmır? Çünki başqa qızlar örtülüb gəliblər. Şalvar giyiniblər, topik giyinməyiblər. Nə mənası var? Sən, məsəl üçün, burası açıq topikdə gəlirsən. Niyəsi yoxdur? Amma baxın... Amerika deyir ya bura. Üzr istələməyə, baxın, qulaq asın, gəlin. Düz danışaq da. Biz pis şeyləri tez götürən millətik. O pis şeydir. O pis şeydir. Nəyə görə? Topik. Gör, dənizdə hamı gedir. Heç kim baxmır. Heç kim bir-birinə baxmır. Çox normal qəbul olunur. Amma adi həyatda, indi siz qəbul edərsiniz, tutaq ki, yazsa, kimsə giysin mini yubqa, qırmızı qaruşqalı paltar yasa girdi. Qəbul edərsiniz.